Salam dostlar, bugün Dekamax'da böyük endirimlər var idi. Mən də fürsəti qaçırmadım. Kameranı götürüb sizin üçün nələr tapa biləcəyimi çəkməyə getdim. Çox əladır. Mən gizli sən götürüm. Sizdə neçədir? Bax, burada 15 eurodan 12 euroya düşüb. Yox, onu mən dəmir içli almıram. Niyə görə uşaqlarımın heç biri içi dəmir olan Hə. sevmir. Çünki bir müddət, 1-2 dəfə istifadədən sonra nə qədər yuyursan yox, dəmirin tamı gəlir. Asıl. Ona görə mənkilər deyirlər bizə plastik olan analogla. İçi dəmir, termos istəmirlər onda. Beləsinə də içi dəmirli termos. Çıxdı, içi dəmirlisini iminə istəmirlər. Maraqlı. Buna baxayım, buna bax. Alan kimi Avtobağa yoxşuyaq buna. Mən də sevdim, çox qəşəng. Ki bir baxırsan, hə, bir adam burdasan, xəbərim yoxdur. Babaca 12 euroya düşüb, həm görünüşü də gözəldir çox. İsti saxlayıram da. Hə. Ancaq içi dəmirdir də. Əlbəttə bax içi prosta dəmirdir. Mənkilərdə deyirlər ki, bizə dəmir alma. Düz deyib plastikin də bir müddət sonra dadı gəlir. Ancaq dəmirin vəbşə tez gəlir tamam. Bilmirəm bu uşaqlar istəyirlər. Kofe üçün Aygün. Neçəyə düşüb? 90 sent düşüb. Yox, hə. Nətər belə endirim eləyirlər. Az yox bunlar nətər qıyırlar o endirimləri. Bəs özlərini düşünmürlər. Bizdə dəhşət çox. Bizdə buna suqalı deyirlər də, qov deyirlər. Dəhşət çox var. Dəhşət çox. Mənim yadımda sən də bir ara tutulmuş. Elə mən indi o xəstəsiyəm də Aygün. Elə mən də xəstəsiyəm. Alıram, yığıram, aparıb qoyuruq padvala. Alıram, yığıram, təzədən aparıb qoyuruq padvala. 16-dan 7-yə düşüb. Qəşəng də mən. Bunu alıram. Gəlib baxmışam. Yox, nəyinə alırsan? Ev düzmə tüpürən olmasa alaram bu dəqiq. Bilsən necə, daha da zor gəlməsin deyə. Qəşəngdir. Aygün maşında özün üçün maşını sürəndə qəşəngdir. Əsl termos olur, içi şüşə. Hə. Hə, məsəl üçün deyir, bax, bu qəşəng firmadır özüm. 10 euro. Hə, Sara. Bu termokafe Neçəyə düşüb? şeyə düşməyib 17 euroya. Ancaq çox qəşəng firmadır. Buna bax, əsl termos vidindədir. Hə, bizim bunu şey eləyənlər. Aygün yadındadır, Hə, yox, bu da uşaq olanda dəmirdən. termoslar qalırdı, içindən iyi gəlirdi. İndi də elədir. İçi şüşə bizdə var evdə çox. Belə tər qəribə iyi gəlir. O var, o elə olur. Bizdə hindi də elədir, yəni ki, uşaqlığında. Uşaq olmamışıq, hə? Nasıl qəribədir, uşaqların hissi nədirsə həssas Qalır həmişə. şeylərə. Bilməm, bizimkilər sırası deyirlər ki, bir dəmir qalır. Aha, buna bax, nəsə tapdım burada. Aygün buna bax, nə qəşəngdir, 7 euroya. Nə olur? Maraqlı da. Buna bax, pis pis. Hə. Bunu alıb verəsən bağçadan suluya. Bir də şikayət bir də ondan gəlsin. Belə. Mən hələ də Aygün termos xəstəsiyəm, bacı, yəni. Hara getdi? Başlara baxmaq. Elə sən əvvəl baxmışam ki, biləndə. Açıram şeyi. Hə. Bunlara bax Aygün, nə yaxşı 4 euroya. Belə şey, şeydir, hə, mikser, blenderdir. Qəşəngdir, 4 euroya. 10 euro. 6 yoxdur da. Pulu cırı-cırı elədim. Az heç nə eləməmişəm. Bax, bu buzu xırdalandı. Hə, bu xırdalayandı, lazım deyil o bizə. Bu endirimdə deyil. Məsəl üçün bu bahadır. Bu nədir ki, Neçə? hər yerdə 90 santim 2 dənəsi zat 1 Hə. evroya olan şeylərdir. Bunlar qoyublar 2.40-a. Çox bahadır məsəl üçün. 2.40-a. 2.40-a. Buna bax, popkorna baradı. Papa istəyirdi bir ara yadındadır. Popcorn aldım. Hə, gör bu neçədir? Bu 6.50-yədir. Mən bundan şey eləyirəm Aygün, ısrar üçün salatı zad, amma böyüyündən də başa düşdüm. Bundan, bax, bunun beləsi var. O, O da doğru. bu da hələ eyni doğrayandır. Abi də busu da budur. Göz, ay, 9 euroyadır bu da. 9 ödə. Bu daha hoşunu görsənir, hə? Hanı o birisi oradadır. Bu onu görən 6 anı. Görən hansı yaxşı olar ay bacı? 3.90 aman götürürsə. Yəqin litrinə görədir də. Açaq baxaq bir dənə. Eyni deyil, yox. Yox, çox var. Ha, bu balacadır. Ancaq bir dənə də şey var da. Bunu al. Bunu da al. Burada da ödəyir ondan başqa cürə. Bu neçədir? 7 euroyadır. Onda elə bunu götürürəm. Bu 7 euroyadır. Yox, elə onda bunu götürürəm.
3.90 ama götürüm. Laf şey olsa onun altına qoyardım o birisi. 11 euroya belə də var. İstərə. Hə? 11 euroya belə əlinə tutulacaq. Maraqlı. Hə, yox, əl. Buna bax, bundan almışdım bir ara ay gün. Buna da Bundan almışdım bacı bir ara. Hərəsi bir tərəfdədir indi, bilmirəm. Bunun üstünə qoyursan, elə içinə eləyirsən pramoy. Buna bax gün, bu yəqin pendir zat süzməyədir. Nədir ki bu belə? Varın yan süzürsən. Güclülər ki bunlar. Bunlar ağızlarının dadını bilmir. 4.50-yə. Bu nə tər eləyir Naygün? Nə bu? Yox, bu lavaş kimi. Bax 1.80-ə düşüb. Bu nədir? Adı nədir bunun azı? Mandil. Badamlı. 1.80-ə düşüb. Provut eləmək olar ha. Lavaş turşusu var ya. Baxın. 10 kimi bir şeydir. Turş şeydir. Çinin də ya 90'a. Yaponiyaya aiddir. Bu da Ha. endirimə düşüb 3.90-a. Bu da sos da Aygün fiş sosu balıqla yeməyə. Bu neçəyə düşüb? 2 euroya düşüb 3.99-dan. Bu nədir ay bacı? Bu əziblər ürü, kotleti çıxıb Aygün. Məsəl üçün bax 2.50-yə 6 dənəli makarondur. Makaronu sevmirəm elə də. Məsələn, fərqinə vardım ki, bezəyəni daha çox sevirəm. Başa düşdün? Bu heç də bezə çünki əvvəldən öyrəşdirmişdik də. Buna var Aygün 2.20-yə. Amma mən götürürəm Aygün, bunun dadına baxacağam. O nədir? Videoda çəkəcəm. Forma? Hə, videoda çəkəcəm onu. Ay bəlkə bir videonu elə bərabər çəkək. Aygün buna bax, fındıqlı da var. Hə, ondan bizdə hər cür olur da, bizdə doludur. Göməyin də fikir verdim üstünə. Bir sən ondan Hep yağdır eləmə. sən Çaylara var Aygün hədiyyəli. 5 euroya düşüb 9 eurodan. Hə. Prosta Azərbaycan o getməzdi niyə görə? Azərbaycanda olmur. Deyəcək bu nədir? Yox, deyəcək bu nədir utanmırsan. Ancaq məsəl üçün. Protein, proteinovi banan. Hə, o bir yana deyim. 1.40. Hə, buydu. $14.99-adır. Çox gözəl hədiyyəli idi. Çay şeydi, kolleksiyasıdır. 30 dənə. Ceylon tea. Hə, 30 ədəd içində şey var. Çay Əla. var. Bu nədir bacı? Nanə. Nanə də. Nanə, sarımsaq. Sarımsaq. Əvvəllər alırdım, sonra gördüm ki, ümumiyyətlə istifadə eləmirəm. Sonra dedim, ay izləri, bundan niyə alırsan? 2.20, bu nədir bacı? Şeydir, istiot. Buna bax, gün süzgəci zadı üstündə. 7 euro. Bax, bu da qəşəng hədiyyəli olar, maraqlı, hə? Bu da 4.50-yə çili sos. Bu nədir ay bacı? İçki də, nədir? O, yox, yağdır. İtalyanski nəsə yağdır da, İtalyan xərtəsidir. Sapaşki. Qəşəngdir. O da hədiyyəli idi, qəşəng olar. Bu nəyin qarşığıdır? Per caprese, İtalyan. Hə, maraqlı şeylər var. Acı, bunlar maraqlı deyil mənə. 4.50-yə. Əslində bir dənə deyilsən, blog çəkməzsən. Bəlkə bu günlər getmədən sən bir blog çəkər, yoxlayır. Hə, necəsən? Prosta buna baxmaq lazımdır bir saniyə. Qır. Biz bir dəfə bu Çin məhsulları belə aldıq. Bizim ağlımıza gəlməz ki, bu wasabi zadı bunları bu qədər doldurarlar da bunun içində. Adı zəhər. Öldük. Gözümüzdən yaş belə gəldi. Bu da qəribə, maraqlı. Qarşı. Amma Azərbaycanda belə şeylər çox deyil. Çoxmuş ona görə. Cəlb eləmir, boğur. Ancaq buradakilərin də dadı başqa cür olur. Bax, 1.40. Baba, bunu götürəm, ayın dadına baxarıq, görək nədir. Şu üstündə səsini, elə zamanda maraqlı olur. Mən görmüşəm, birdən bir başladım çox danışmağa. Mən də şey olanda başlayıram elə bu qədər Az danışmaq yaxşı. Hurmanın o günləri şeydə bizdə yarım kilosu sənə dedim də 1 kiloluğu düşmüşdü 1.50-yə. Günə ləzzətli görsənir. Şeydir də göyə Pistasiyla. Dubai şokoladı. Güya da güya. Amma güya da. Sən də nədir adi? Dubai şokoladı. Mən heç çatmadı onu da. Hayf o qədər puldan. Bunu götürüm hangi? Amma kokonat qurusu hər yerdə.
yemiş idi. 3.90-a. Jilibon. Hə, Dubai şokoladı 3 euro. Bizim mən keçən və başqasının telişkasını götürüb getmişdim. Dubai şokoladı. Wczoraj się zadzwoniła do uszulanki. 20. Do uszulanki dzwoniła i mówi, że jest szczęśliwa, bo słuchała mnie, Julę. Bacı mənim götürdüm. Bu bax, bu da maraqlı gözəl bir getmişə götürüb. Hə, Dadına baxırıq. bax mən götürdüm. Kofedir. Nədir Çox o? qəşəng İtalyan kofesidir. 16-dan 16. Dənə kofedir, hə. Hə, sizdə üydən var da. Bizim aparatlar çox qəşəng olur. Əslində o üydən var, Lidl-dan alınan. Mən onu almışam, bizdə də var da. Yo, məndə üydən elə də var, aparat. Bəs o şeydir, görən sonra həll olur. Bu da buna bax, qapağı çıxdı deyə. Əsas o rəngin buraxır, dadını buraxır. O atkodu onsuz həmişə qalırdı. O aparatda qalır atkodu. O Göstər dedi ki, dedi mənə dedi ki, yox o deyir, особенно aparatda olmalıdır. Onu da Hədə alma. bizdə də elə особенно aparatdır. Hədə sizdə yox, bizdəki Ancaq deyirəm. eyni şey olur elə demək olar. Nə ki. bilim, vallahi bilmədim. Bu heç, lokme. Bax bacı, bu çox qəşəngdir, hissə verilmiş biberdir. Demirsən, Gözəl ha? Ha? Yox. prob eləyəcəksən. Hə, bunu prob İndi əli eləyəcəm açıb çünki- bizdə prob eləyir. Nə var idisə ruslar danış gəldilər. Ruslar ağzının dadını bilir. Aynen. Nəysə bir az dedim, indi bir dənə də yumruq atacaq. Danışıb baxır da. İşeydim ya, vegan cookies. O vegan da üstünə vegan yapışdırıb o qiymətinə satırlar hər şeyi ya gün. Fikir vermisən? Yox, var şeydə üstünə vegan vurur, həm dadsız olur, dad əməl vermir, başa düşdün? Həm də o da qiymətinə satır hər şeyi. Biz kremlərin də üstünə təzə çox kremlərə də vururlar. Bu nədir? Nədir? Neçədir? 8 euro. Ha, daha da 8 euro. Heç nə şeydir də, Hə, jelibon buzluğa kimi, qoyursan, hə. yox jelibon deyil, buzluğa Yox. qoyursan, buzlayır, uşaq yeyir, boğaz işir. Rəfsə, gözəl günlər başlayır həmin dəqiqədən sonra. Bax, o İtalyanın çəkmişdini biyaları, bax, belə duzları, zətləri, biberli, duzlu, belə qarışıq. Şey, aksesuar, şey kimi, hədiyyə kimi. Ay görəm bundan alım Agim. Mən elə gəlir ki, bu çox şey olacaq. Nə? Prikolni dadı olacaq. İnanmıram. İnanmırsan. Yaxşı ki, inanmadım. Bu şokoladda. Belə şeylər cəlb eləmir. Şokoladdan o zəhləm gedir. Çox səhlə içi gedən oxşamırsan. Evdə oldu, amma yeyən yoxdur da elə. Az deyəni, mənim xalan deyək, mənim şeyim var. Banan qurusu. Bu nədir? Prebiotik. Bacımına bax. Prebiotikdir. Nədir? Prebiotik dəmir şirindir. Axır zamanlar dəhşət çox kollagen, prebiotik bu söz dəyişidirəm. Hara gedir? Elə 50 qram da istəyirəm. Şirin. Hə də yumşaqdır, hə. Çayla içməyə. Həm də ürəyi rahat olur ki, adamın diyetdəyəm. Başa düşdün? Hə? Harda? Nə? Hə. Nə var? Lokumi. Ay gün Viyanada meyvə quruları çox bahadır. Hər yerdə bahadır. Mən keçən dəfə aldım evdə, aparatım var, aparatımda qurutdum. Hə. Aparatda qurutdum hamısını aldım. Nəyim qalmışdı da, daha doğrusu. Qurutdan? Hə. Bir amanca eyni şeydir ki. Eynidir. İlk avalını qurutmuşam, indi atıram şeyin üstünə, yeməyə də atıram. Dünən Tekamaxda gəzib yorulduq deyə bu günləri günə biraz yavaş başladım. Səhər təmiz dincəldim. Axşamüstü isə dostlarla görüşdük. Bir baraya getdik, otelin barına daha doğrusu.
biraz gəzdik, əyləndik, söhbət elədik, danışdıq, güldük. Sonra hamı dağılışdı evə. Burada oturaq.